Miniatür sənət necə ortaya çıxdı? Bir zamanlar, yəni müasir sənət növlərinin olmadığı çağlarda insanların zövqünü oxşayan bir sənət növü vardı, miniatür. Miniatür sənətin izlərinə eramızdan əvvəl Misir papiruslarında rast gəlinsə də, bu sənət daha çox şərqdə, antik çağda Əhəmənilərin ellinizmlə təsirlənərək çəkdikləri freskalarla, qərbdə orta əsrlərdə kilsə mövzularının şəkilləndirilməsi ilə şöhrət qazanmışdı. Şəkil çəkmək işinə bir qədər məsafəli davranmasına baxmayaraq, miniatür sənət Abbasilər dönəmində İslam coğrafiyasında da yayılmağa başladı. 9-cu əsrdə Xəlifə Məmun antik çağın Sasani və Bizans kitablarının ərəbcəyə tərcümələrində tibbə, fəlsəfəyə, botanikaya, astronomiyaya aid miniatürlərin çəkilməsinə icazə vermişdi. Miniatür sözü latınca bir kəlmədir. Mənası qırmızı rənglə boyamaq deməkdir. Kilsəyə aid kitablarda mətnin ilk baş hərfini fərqli formada və rəngdə göstərmək üçün xəttatlar onu qabarıq cizgilərlə nəqş edirdilər. Miniatür sənət öz başlanğıcında bir növ ilk cümlənin baş hərfinin rəsminin çəkilməsi sənəti idi. Daha sonra nəqqaş adlanan Mirzə rəssamlar kitablarda mətnlə rəsm sənətini birləşdirdilər. Miniatürlər hikmətli və heybətli mətnlərin ilk vizual görüntüsü kimi ortaya çıxdı. Zamanla miniatür sənət kitablardan kənara çıxıb müstəqillik qazandı. Sarayların, kilsələrin, məscidlərin içini çölünü əhvalat rəsmləri ilə bəzəyən bir sənət növünə çevrildi. Uyğur türkləri yaşadıqları indiki Çin ərazisindəki Turfan bölgəsində öz saraylarını həm manixeizmin, həm buddizmin əhvalatlarını əks etdirən miniatürlərlə bəzəyib bu sənətin Asiya məzmununa möhür vurdular və özlərindən sonrakı türkləri ötürdülər. Önəmli bilgini yaxud əhvalatı vizual yaddaşa həkk etmək üçün kitabları bəzəmək məqsədi ilə əlinə fırça alan miniatür sənət yerini müasir sənət növlərinə versə də, bu gün reklam çarxlarında, akademik mətnlərdə, afişalarda özünün antikvar dəyərini qoruyur. Miniatür sənətin günümüzdəki varlığı o deməkdir ki, estetika ölmür, şəkildən şəkilə keçir.